Bugün biz sizlərlə nağıllar qədər rəngli, duyğular qədər saf bir dünyaya, uşaqların rəngli dünyasına qonaq olacağıq. Bu dünya elə bir yerdir ki, orada göy quşağı əl çatan, xəyallar azad, gülmək isə ən gözəl musiqidir. Gəlin, bu dünyanı bərabər kəşf edək. Tədbir iştirakçıları uşaqlara daim böyük diqqət və qayğı göstərən Ümummilli liderimiz Heydər Əliyevin Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət kompleksindəki büstü önünə gül dəstələri qoyub xatirəsinə ehtiram ifadə ediblər. Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış ediblər. Qeyd olunub ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi məhz Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bugün Dövlət Uşaq Siyasəti Prezident İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının və sağlamlıqlarının qorunması, təhsili, asudə vaxtının səmərəli təşkili, həmçinin istedadlarının üzə çıxarılması ilə bağlı tədbirlər görülür. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə belə möhtəşəm festivalın keçirilməsi də uşaqlara göstərilən yüksək qayğının bariz nümunəsidir. Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarının fidanları tərəfindən kompozisiya nümayiş etdirilib. Tədbirdə həmçinin təhsil sahəsində fərqlənən şagirdlərin mükafatlandırılması olub. Artıq 2-ci ildir ki, Uşaqların Rəhli Dünyası adlı festival təşkil olunur və bu festivalda uşaqlar üçün xüsusi bölmələr, zonalar yaradılır və bir günlük uşaqların əyləncəsi təşkil olunur. Bugünkü festivalımızda da təhsil zonası, idman zonası, iaşə zonası, həmçinin əyləncə zonası təşkil olunmuşdur. Mən düşünürəm ki, bir günlük uşaqlarımız əsl bayram abu-havasında olacaqlar və uşaqlarımızı xoşbəxt görmək hər birimizin arzusudur. Mən də buradan öz növbəmdə bütün uşaqların bayramını təbrik edirəm və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə münasibəti ilə keçirilən bu tədbirlərin davamlı olmasının arzusundayıq. Festivalda sərgilənən yaradıcı şəxslərin, kollektivlərin əl işləri, rəngarəng stendlər böyük maraq doğurub. Eyni zamanda iştirakçıların asudə vaxtının, mədəni istirahətinin təmini üçün ərazidə iaşə xidmətləri də təşkil olunub. Bugün 1 iyundur, bizim günümüzdür. Biz çox sevmişik, bura əylənməyə gəlmişik. Hər birimizin içərisində bir uşaq gizlidir və o uşağı yaşatmaq məncə çox yaxşı bir duyğudur. Çünki insan istər-istəməz burada məsəl üçün işlər görülür, həyatını yaşayır, amma o içindəki uşağı da yaşatmalıdır ki, o əhval-ruhiyyəsini, o xoş xatirələrini bir anı olaraq saxlasın. Konstitusiya və suverenlik ili çərçivəsində təşkil edilən festival Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan şəhər İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Təhsil, Mədəniyyət, Gənclər və İdman Nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Mən də öz adımdan bütün körpələri təbrik edirəm. Qoy həyatları həmişə gözəl nağıllar daş kimi rəngarəng olsun. Yaxşı ki var, onlar bizim gələcəyimizdirlər. Bütün körpələri təbrik edirəm. Həsən Məmmədov, xanım Rüstəmzadə, NTV Xəbər.